İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə, uğurla davam edir. Xankəndidə dəmir yolu vağzalının tikintisinə də başlanılıb. Layihə başa çatdıqdan sonra Xocalı və Əsgərana qatarla getmək mümkün olacaq. Xankəndidə ilk dəmir yolu vağzalı 1972-ci ildə tikilib. Yeni vağzal Xankəndi şəhərinin girəcəyində Qarqar çayının sol sahilində layihələndirilib. Ağdam-Xankəndi dəmir yolu xəttinin oxu üzrə uzunluğu 28, yan yollarla birlikdə isə 30,8 kilometrdir. Havanın yağışlı olmasına baxmayaraq Xankəndidə vağzalın tikintisi sürətlə davam edir. Ağdam-Xankəndi dəmir yolu xəttinin 123 ədəd mühəndisi qrupu, 9 ədəd yol dəyişən, 28 kilometr rabitə və işarə vermə sistemləri var. 6 ədəd körpü, 5 ədəd yol ötürücü, 4 ədəd avtomobil alt keçidi, 2 ədəd piyada keçidi, 1 ədəd heyvan keçidi, 59 ədəd su ötürücü boru və 46 ədəd ehtiyat keçidi daxildir. Xankəndi dəmir yolu vağzalı təkcə vağzal funksiyasına malik deyil. Yeni vağzal əvvəlkindən 4 kilometr yuxarıda şəhərə daha yaxın yerdə inşa olunur. Binanın obrazı Nika Qələbə ilahəsinin qanatlarının obrazından əmələ gəlmiş bir obrazdır. Bina çoxlu sayda kolonların üzərindədir ki, bu da o qələbə günlərini və əsgərlərimizi, belə deyək də, göstəricisidir. Bina özü 4 mərtəbəlidir. Uşaqların, gənclərin istirahəti üçün yerlər nəzərdə tutulmuşdur. Kitabxanasına qədər vardır. Orada restoranlar, kafelər olacaq. Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 90, tikinti işlərinin isə 45% artıq başa çatdırılıb. Xankəndi dəmir yolu vağzalı qələbəmizin simvolu olaraq V hərfində və 44 sütun üzərində inşa olunur. V, yəni Victory ingilis dilindən tərcümədə qələbə rəmzi mənasını verir. Ağdam-Xankəndi dəmir yolunun üzərində 3 stansiyanın tikintisi də nəzərdə tutulub. Əsgəran və Xocalı stansiyasında layihələndirmə işləri aparılır. Bu işlər də artıq başa çatmaq üzrədir. Tezliklə Əsgəran və Xocalı stansiyalarında da yəqin ki, bir yaxın biz gələcəkdə deyə bilərik ki, tikinti işləri başlanacaq. Azərbaycan dəmir yolları tarixində ilk dəfə Ağdamda dəmir yolu və avtovağzal eyni vahid kompleks kimi fəaliyyətə göstərmək üçün belə bir tikinti oldu bilirsiniz və bir yerdədir. Gələcəkdə buradan avtobuslarda müəyyən istiqamətlərə daha sıx şəkildə hərəkət edəcəklər. Xankəndidə də adından göründüyü kimi avtovağzalla dəmir yolu vağzalı eyni vahid məkanda fəaliyyət göstərəcəklər. Ümumilikdə tikinti işlərinin böyük əksəriyyətinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Növbəti ildən isə artıq Xankəndi, daha sonra isə Əsgəran və Xocalıya qatarla səyahət edə biləcəyik. Eyni zamanda Qarqar çayı sahilində böyük bulvarın inşası da nəzərdə tutulur. Qeyd edək ki, ötən ilin avqustunda Bakı-Ağdam-Bakı marşrutu üzrə qatarlar istifadəyə verilib. Ağcəl Əsgərli, Habil Aslanoğlu, Əziz Əzizov, ATV Xəbər.